Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans ambulansdır. Hər vaxtınız xeyir olsun. Real TV-nin efirində baş həkim verilişidir. Hər bir valideyn övladının sağlam, gümrah və həm də boy buxunlu böyüməsini arzu edir. Lakin bəzən uşaqların boy artımında yaşıdları ilə müqayisədə durğunluq və ya geriləmə müşahidə olunur. Çox vaxt ailələr bu vəziyyətə atasına çəkib, anası da gec böyümüşdü deyərək biraz arxain yanaşırlar. Amma unuduruq ki, uşaqlarda boy qısalığı sadəcə genetik amillərlə bağlı olmaya bilər. Bunun arxasında çox ciddi hormonal pozuntular, gizli xəstəliklər dayanır. Studiyamızın qonağı Referans Endokrin və Cərrahi Mərkəzinin uşaq endokrinologu tibb üzrə fəlsəfə doktoru Günay Cəbrayilova ilə məhz bu haqda danışacağıq. Xoş gördük Günay xanım. Təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Və çox aktual mövzudur. Əminəm ki, saysız pasiyentləriniz, valideynlər var sizə müraciət edir ki, uşağımın boyu niyə balacadır, niyə artmır, niyə qısadır, digərlərindən fərqlənir. Ümumiyyətlə, boy artımı nədən asılıdır və niyə kimlərəsə qismət olur, kimlərəsə yox? Hündür boy olmaq. Çox aktual bir mövzuya toxundunuz. Çünki son zamanlar uşaq endokrinoloquna müraciətdə əsas boy qısalığından şikayətlər var. Boy qısalığı əslində göründüyü kimi vizual, kosmetik bir problem deyil. Əslində altında yatan çox ciddi bir səbəblər ola bilər. Məsələn, hormonal səbəblər ola bilər, hansısa bir xroniki xəstəliklər ola bilər, genetik sindromlar ola bilər və yaxud da ki, tam tərsinə elə ailəvi boy qısalığı ola bilər. Ona görə valideyn öz uşağının yaşıdları ilə müqayisədə kiçik olduğunu, qısa olduğunu gördüyü zaman heç zaman itirmədən bir uşaq endokrinoloqunun konsultasiyasını almalıdır. Səbəb bu normaldırmı, yoxsa patologiyadırmı öyrənib rahat oturmalıdır və yaxud da ki, müalicə etdirməlidir. Övlad dünyaya gəlir və hamımız bilirik ki, mütləq şəkildə konkret bir müəyyən vaxtlar var ki, onlar pediatr qəbulunda olurlar. Mütləq də hətta o qəbulda olmaq və birbaşa onun boyu ölçülür. İstəyir o körpə olsun, istəyir artıq 3 yaşı, 4 yaşı olsun və ona artıq hər dəfə ölçüb qeyd edirlər ki, artım varmı? Ümumiyyətlə, o artım nə qədər müddətdə, nə qədər olmalıdır ki, artıq valideyn bir təbil çalsın ki, yox, burada problem var. Əslində, bəzən bu normal boy valideyni aldatmamalıdır. Ola bilər ki, hər hansı bir yaş dövründə uşağın boyu normal olsun, amma illik böyümə sürəti istədiyimiz kimi olmasın. Ona görə də, məsələn, ilk bir ildə böyümənin ən intensiv olduğu vaxtı, ilk bir ildə 25 sm bir uşaq uzanma göstərir. Məsələn, 50 sm doğulan uşaq 1 yaşında 75 sm olur. İkinci il bu nisbət 50% düşür, 12-12 sm yarım olur. Üçüncü il artıq biraz da azalır. 3-4 yaş arasında bu 7-8 sm, 4-5 yaş arasında 6-7 sm. Artıq 5 yaşından sonra biz minimum 5 sm bir uzanma istəyirik. Nə vaxta qədər? Ta ki, cinsi inkişafı başlayana qədər. Artıq cinsi inkişaf başladığı dövrdə vəziyyət tamamilə dəyişir, böyümə intensivləşir. Məsələn, diqqətinizi çəkər. Bu məktəbdə 8-ci, 9-cu sinifdə yay tətilinə gedir uşaqlar. Yenidən qaydanda birdən-birə necə uzanma baş verib? Yəni, həmin o bir ildə uzandığı müddəti elə bil ki, 2-yə vurun. Qız uşaqları cinsi inkişaf başlayanda ilk bir ildə 6-8 sm uzanır, ikinci ildə biraz daha intensivləşir. Oğlanlarda isə qızlardan fərqli olaraq cinsi inkişaf gec başladığı üçün uzanma biraz daha uzun olur. Ümumi cinsi inkişaf başladığı dövrdən qutardığı dövrə qədər qızlar deməli 16-20 sm, oğlanlar isə 16-20 deməyək də 20-25 sm. Əslində oğlanlar isə 25-30 sm-ə qədər bir boy qazancı əldə eləmiş olur və onunla da nəhai boylarına çatmış olurlar. Mən əslində indi siz danışdığınızı çox gözəl xatırlayıram. Çünki mən və mənim sinifdə bir partada əyləşirdik və hətta bizim qonşumuz idi, Mehin. Biz onunla sinifdə hamıdan hündür idik. Çox təəssüf sonra hamıdan. Amma 9-cu sinifdən sonra 15 yaşı tamam olur da hər ikimizin. 15 yaşından sonra biz artıq həmin o eynin siz dediyiniz kimi çox gözəl xatırlayıram. Biz məktəbə qayıtdıqdan sonra baxdıq ki, bu hamı bizə gəlib çatıb ki. Bəzən də elə olur ki, uşaqlarda cinsi inkişaf
tez başlayır. Bu adətən qız uşaqlarında rast gəlinir və müəyyən bir yaşda bütün yaşıdlarından hündür olur. Bu valideyni çox sevindirir. Amma təəssüflər olsun ki, tez başladığı üçün bu böyümə pikini, sıçrayışını tez elədiyi üçün gələcəkdə öz nəhai boyuna çata bilmir və daha qısa boylu qala bilir yaşları ilə nisbətən. Biz istərdim indi məhz bu boy hormonundan danışaq. Çünki elə bir hormon var ki, buna cavabdehdir və o hormonu biz necə əldə edək? Xatırlayıram ki, kök şirəsi deyirdilər, digər vitaminlər var idi. Hansılar ki, deyirdilər ki, bundan çox yeməlisən, bu qidalardan, bu şirədən çox içməlisən ki, hündür olasan. Mifdirmi bu, yoxsa reallıqdır? Əlbəttə ki, mifdir. Çünki hər hansı bir vitaminlərdir, kök suyudur, hansısa bir idman növüdür. Bunlar birbaşa böyüməyə təsir göstərsəydilər, onda yer üzərində heç qısa adam olmazdı, hamı uzun olardı. Böyümə hormonundan danışdınız. Böyümə hormonu hər kəsə lazım olan bir preparat deyil. Nəyə görə? Çünki hər bir orqanizmdə, sağlam orqanizmdə böyümə hormonu var və sintez olur. Və buradan valideynlərə demək istəyirəm ki, böyümə hormonu bütün belə deyək, yaşam dövründə sintez olsa da ən piki, ən yüksək səviyyədə salındığı vaxt bizim dərin yuxuda olduğumuz vaxtdır. Bizim deyəndə daha doğrusu uşaqların... Amma bu mif deyil. Deyirlər ki, uşaqlar yuxuda böyüyür. Hətta türklərin belə bir laylası var ki, deyir uyusun da büyüsün. Yəni yatsın ki, uzansın. Ona görə yuxu rejiminə diqqət eləmək lazımdır. Və böyümə problemləri içərisində, boy qısalığı içərisində bir variant da böyümə hormonu çatışmazlığıdır. Bu da ümumi qısa boylu uşaqlar içərisində cəmi 2% yer tutur. Həmin uşaqlarda böyümə hormonu çatışmazlığı olduğu üçün onlar qısa boylu qalırlar və biz onları araşdırıb müayinə nəticəsində ortaya çıxartdığımız zaman həmin uşaqlara böyümə hormonu tətbiq eləyəriksə onları uzada bilərik. Yox, hər uşaq böyümə hormonu ilə uzamaz. Yəni bu hansısa bir limit var, yaş həddi var. Bəli, bəli. Yaş həddi də belə deyək, bu ümumiyyətlə orqanizm uzun sümüklərin uclarında yerləşən qığırdaqların sürətli bölünüb çoxalması nəticəsində uzanır. Bu cinsi inkişaf dövründə həmin o qığırdaqlar çox sürətlə bölünür, çoxalır, hansı ki, bayaq dedik birdən-birə boy sıçrayışı baş verir və müəyyən bir müddətdən sonra həmin qığırdaqlar sümükləşir. Və sümükləşdikdən sonra boy inkişafı tamamilə dayanır. Əgər boy inkişafı dayanırsa, sümükləşmə nöqtələri bağlanıbsa, biz uşaqlara böyümə hormonu versək belə onları uzada bilmərik. Tam tərsinə, orqanizmdə harda qığırdaq varsa, ora böyüməyə başlayacaq. Əllər böyüyəcək, üz böyüyəcək, qulaqlar, ayaqlar, yəni bir eybəcərlik halına gəlib çıxacaq. Ona görə həkim nəzarətindən kənarda qətiyyən və qətiyyən belə preparatlar istifadə etmək olmaz. Bu xətt var, mən istərdim o haqda da danışaq. Artıq bu bir var genetik, bir də var bu artıq hormonal balansın pozulmasıdır. Məsələn, biz sizdən efirdən öncə də danışırdıq. Mənim bibim oğlunun övladı artıq 12-13 yaşında olanda çox cılız idi, balaca boyuydu və onlar deyirdilər ki, genetik deyil bu, artacaq. Necə ki, 15 yaşında deyirik artacaq, çox təəssüf ki, artmadı. Yəni artıq 12-13 yox, bir qədər tez yaşda müraciət etsəydilər də. O deməli problemə biraz öncə toxunduq. Tövsiyə eləyərdim ki, hansı yaşdakı, yəni ən erkən, söhbət 2 yaş, 3 yaş, 4 yaş heç fərq eləməz. Ən erkən hansı yaşdakı yaşıdları ilə müqayisədə qısa boyluq hiss elədirsə valideyn mütləq gecikmədən bir uşaq endokrinoloqunun konsultasiyasını almalıdır. Çünki sizə dediyiniz kimi bibiniz oğlunun misalında məndə var idi elə bir xəstə, 20-21 yaşında olan uşağı artıq boğulu, saqqallı gəlib ki, doktor, mən 164 santimetrəm uzanmaq istəyirəm. Dedim ki, gəl heç səni müayinə eləməyək, çünki artıq üzündən də görünür ki, artıq çox gecdir. Dedi, bəs mən boyumdan şikayət eləyirdim, amma atam dedi ki, mən də sənin kimi idim, amma əskərə gedəndən sonra uzandım. Bu artıq konstitusional boy qısalığıdır, atada olub. Cinsi inkişafa gec girib, boy sıçrayışını gec eləyib, amma uşaqda hər hansı bir patologiya baş verib. Endokrinoloji problemi olub. Və yaxud xroniki bir xəstəliyi olub və yaxud endokrin bir patologiyası olub və atanın dediyi kimi həmin nəhai boyuna, son boyuna uşaq gəlib çatmayıb. Təəssüf. Və ümumiyyətlə, doktor, möcüzəvi təbii ki, siz dediniz ki, elə bir çubuq yoxdur ki, biz toxunduq da övladımız böyüdü, daha hündür boy oldu. Amma hər dəfə də genetik olmur. Baxırsınız ki, bəstəboydular ailə olaraq, övladları, valideynlər, amma içindən biri, yəni sanki elə bil bu ailədən deyil, hündür boy olur.
Bəli, o bir deyim var bizdə, biz endokrinoloqlar arasında ki, hər qısa boylu valideynin uşağı mütləq qısa olacaq deyə bir şey yoxdur. Bəlkə anada hər hansı bir problem olub, erkən ergənliyə mi girib ananın boyu qalıb və yaxud da ki, atada mı hər hansı bir problem olub, onun boyu qalıb. Məsələn, mənim bir xəstəm var, demək 142 sm anadır, 166 sm atadır. Uşaq müraciət edib çox kiçik boy. Bunlar bəstə boydular, yoxsa liliputdular? Yox, bəstə boy deyirlər də, ona gətirmək istəyirəm misalım. Ana bir qadın üçün çox qısa boyludur, ata da bir kişi üçün orta boylu sayılır bizim populyasiyaya görə. Və yəni ümumiyyətlə başqa bir problemlə yaxınlaşıblar. Uşağın boyu bunları narahat eləmir, deyir, onsuz da ana balacadır da, qız da balaca olacaq. Biz onlara izah elədik ki, hər qısa boylu valideyn uşağı mütləq qısa olacaq bir şey yoxdur. Və aşkarladıq müayinələr nəticəsində ki, həqiqətən qızda bir böyümə hormonu əksikliyi var və hal-hazırda müalicə olur, masal bölgəsindəndir. Yəni onu demək istəyirəm ki, hər qısa boylu valideynin uşağı mütləq qısa olacaq deyilən bir və yaxud da ki, hər uzun boylu valideynin mütləq uşağı uzun olacaq deyə bir şey də yoxdur. Təşəkkür edirəm, doktor. Bizim indi bir sponsor məlumatımız olacaq, sonra da söhbətimizə davam edəcəyik. Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti referans ambulans 724 hər bir vətəndaşımıza xidmət göstərməkdədir. Ambulans maşınları ən müasir tibbi avadanlıqlarla təchiz olunub. Referans ambulans hava və quru təxliyəsi ilə həyat qurtarmaq üçün saniyələrlə yarışır. Göstərilən xidmətlər isə aşağıdakılardır: təcili tibbi yardım, pediatrik təcili tibbi yardım, pasiyent təxliyəsi, stand-by xidməti, yəni istənilən məkanda müşayiət. Ətraflı məlumat üçün isə siz ulduz 0003 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz. Elə yeri gəlmişkən, referans klinik nə, hansı analizləri, hansı xidmətləri məhz bu istiqamətdə göstərir? Ümumiyyətlə, bizim klinikamızda boy qısalığı üçün lazım olan bütün laborator analizlər, instrumental müayinə metodları, rentgen, hər bir müayinə üsullarla təmin olunmuşdur. Ona görə yəni, heç düşünmədən baş vera bilər pasiyentlərimiz. Doktor, əməliyyatlar varmı? Əslində mən bu haqda heç bir məlumatım yox idi. Amma mən bir qədər öncə, hardasa təxmini bir ay bundan öncə bir filmə baxdım və orada baş rolun qəhrəmanlı kişi o əməliyyat eləyir və boynu uzadır. Həqiqətdirmi bu? Varmı belə bir əməliyyatlar? Belə bir əməliyyatlar bəli var, Yeliz Arabcazı ilə, amma bir məsələ var ki, maliyyəti çox bahadır, çox ağrılıdır. Bərpa müddəti çox uzun çəkir. Ona görə də demək olar ki, yəni sayılı qədər az valideynlər ona müraciət edir. Demək olar ki, mən öz praktikamda elə bir əməliyyata gedən pasiyent görməmişəm. Siz valideynlər dediniz. Deməli, 46 yaşında heç kəs gedib bu əməliyyatı edə bilməz artıq. Xeyr, təəssüflər olsun ki. Yəni, burada da bir yaş həddi var. Bəli. Və ümumiyyətlə, hansı qida məhsulları var? Varmı ki, bizim balaca olanda ondan yesək, siz bayaq dediniz, mifdir. Amma bəlkə hansılardasa elə vitaminlər var ki, təsir edəcək o hormonların inkişaf etməsinə, endokrinoloji problemlərdən biz əziyyət çəkməyək də deyə biz deyəndə indi uşaqlardan təbii ki, söhbət edir. Bilirsiniz, ümumiyyətlə, uşaqlar balanslı qidalanmalıdırlar. Yuxu rejimləri normal olmalıdır ki, normal, sağlıqlı böyüsünlər. Balanslı qidalanmağa, yəni hər bir uşağa qida rasionunda zülal, karbohidratdır, yağlarıdır, lifləridir, hamısından balanslı şəkildə qəbul etməlidir. Ona görə də yəni xüsusi bir qida və yaxud da ki, vitamin yoxdur ki, biz ona üstünlük verək ki, məsələn, bu uşaq bununla qidalansa daha yaxşı boy atar. Yox, uşaq vaxtından qidalanmaya fikir vermək lazımdır. Həm az çəki, həm də artıq çəki hər ikisi boy qısalığına səbəb ola bilir. Ona görə də mütləq qida rasionuna fikir vermək lazımdır. Yəni, uşaq nə çəkidən qalmasın, nə də obez olmasın. Çünki çəkisi çox olan uşaqlarda sümük yaşı daha tez irəli getmiş olur. Sonra cinsi inkişafları daha tez başlayır. Ona görə də onlar öz valideynlərinə görə çatacaqları son boya gəlib çata bilmirlər. Eləcə də çəki defisitində. Mən əslində istərdim buradan bir siz çağırış da edəsiniz valideynlərə ki, bir çoxları kalsium düşünürlər ki, onun boy artımına
kömək edə bilər, amma kalsiumun da aşırı dərəcədə qəbul edilməsi onun sümükləşmə prosesində yaranacaq problemlərə səbəb ola bilər. Nəinki sümükləşmə prosesində, eyni zamanda böyrəklərə zərər vermiş ola bilərlər. Ona görə ümumiyyətlə həkim təyini olmadan vitamin D-dir, kalsiumdur, və yaxud hər hansı bir vitamin kompleksidir. Həkim təyini olmadan istifadə eləməsinlər. Çünki elə vitamin kompleksləri var ki, içərisində allergenlər var, həmin uşağa heç olmaz allergik reaksiyalar törədə bilər. Və yaxud da ki, qanında yetəri qədər vitamin D var, amma valideyn yenə daha çox olsun deyə vitamin təyin eləyir uşağa və sonuçda çox pis nəticələrlə qarşılaşa bilirik. Ona görə öz başlarına həkim təyinatı olmadan heç bir qida əlavəsinə, vitaminlərə getməmələri tövsiyə olunur. Təbii ki, söhbət heç boy artımından getmir. Ümumiyyətlə öz başına dərman qəbulu və yaxud vitamin qəbulu və yaxud immunomodulatorlar bugün çox qəbdədir. Onları qəbul etmək heç də düzgün deyil. Amma maraqlıdır doktor. Siz dediniz ki, heç idman növləri də təsir etmir. Amma biz uşaqlıqda basketbol bilirdik ki, kim basketbolla məşğul olursa, onlar hündürboydur. Amma həqiqət də elədir. Basketbol oynayanların hamısı hündürboydular. Amma bir şey, bu nədir? Bu nədən? Bir şey nəzərə alınmır ki, basketbol komandalarına ümumiyyətlə uzun uşaqlar seçilib yığılır. Bir də o var. Amma həqiqətən bəzi idman növləri var ki, bu hündürə tullanma idman növləri, məsələn, tennisdir, basketbolda, voleybolda müəyyən qədər qatqı verir boy inkişafına, amma məsələn, bir balaca uşaq gedib basketbol oynasın və yaxud evdə turnikdən sallansın ki, mən uzanacam, elə bir şey yoxdur. Məsələn, qısa boylu uşaqların valideynləri deyir ki, ay doktor, siz də deyin, deyir, mən evə deyir, turnik almışam, amma bir dəfə də oradan sallanmır. Sallansaydı deyir, indi uzanıb nə qədər olmuşdu. Yəni, ona görə də heç kəs məcburiyyət qarşısında qalıb evladlarını. İdman sağlamlıqdır. Hər bir uşağın əlavə idman, yəni məşğul olacağı bir idman növü olmalıdır. Amma boyu qısadır deyə mütləq hansısa idmana qoyum ki, boy artımı olsun, yəni belə bir metod yoxdur. Mən istərdim həm də o haqda danışaq ki, elə insanlar var ki, biz indi boy artımından danışırıq, amma onların boyu artır da və aşırı boy artımından əziyyət çəkirlər. Burada da hormonal balans pozulur, düzdür? Bəli, orada da məsələn, hansısa bir genetik sindrom ola bilər. Məsələn, Marfan sindromu çox uzun boylu olurlar, onlar əlləri, ayaqları, qolları çox böyük olur. Və yaxud da ki, beyində böyümə hormonu sintez edən hansısa bir şiş ola bilər, şiş toxuması. Yəni, təbii ki, bunlar patologiyadır hər ikisi. Ona görə, yəni, çox uzun boyluluq da hiss etdikləri zaman mütləq uşaq endokrinoloqunun bir konsultasiyasını almaq lazımdır. Və yaxud da ki, genetik ola bilər. Məsələn, bizim öz qohumlarımızda 13 yaşında 179 cm olan bir uşaq var idi. Maması çox narahat idi. Gedib gəlirdi ki, Günay doktor, bunu dayandırmaq lazımdır. Mənə çox narahat edir. Həmişə deyirdim ki, həmisi oğlanları 1.90-a yaxındır. Sən niyə narahatsan? Deyirdi, yox, onlar öz dayılarını oxşayıb, deyir. Bu ata xəttidir. Nəsə bizdə var. Nəsə, çox tədirgin bir valideyn idi. Getdi Türkiyəyə, orada bir professorla görüşdü falan filan. Dedilər, sən narahat olma, neynəsən belə. 186-190 arası boyu olacaq. Yəni, burada bir patologiya yoxdur. Keçməyəcəkdir. Keçməyəcək, bəli. 188 cm səhv eləmirəmsə, boyunu saxladı. Yəni, problemli bir şey problemli deyildi. Yəni, valideynin tədirgin olmağı əsaslıdır. Altından hansısa bir problem də çıxa bilərdi. Məsələn, hər hansı bir böyümə hormonu sintez edən şiş ola bilərdi və yaxud da ki, sindrom ola bilərdi, amma olmadı. Şükür ki, olmadı. Çox sağ olun, doktor. Çox maraqlı bir söhbət oldu. Təşəkkür edirəm dəvətimizi qəbul edib gəldiyinizə. Sağ olun, mən təşəkkür edirəm. Studiyamızın qonağı referans endokrin və cərrahi mərkəzinin uşaq endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Günay Cəbrayılova ilə uşaqlarda boy artımından danışdıq. Bəli, uşaqlarımızın boy artımı sadəcə bir xarici görünüş məsələsi deyil, onların daxili sağlamlığının və hormonal balansının birbaşa güzgüsüdür. Atasına, anasına çəkib deyərək vaxt itirməyin, çünki vaxtında edilən müdaxilə övladınızın gələcəyini tamamilə dəyişə bilər. Sağlamlığınızı problem böyümədən vaxtında qoruyun. Baş sponsor Azərbaycanın ilk özəl təcili tibbi yardım xidməti Referans Ambulansdır.